Lingvistik ekspertiza filoloq tərəfindən, filoloq mütəxəssis tərəfindən aparılır. Lakin mətnin təhlilini hər bir filoloq apara bildiyi halda, lingvistik ekspertiza müxtəlif sahələrdə təcrübə və nəzəri biliklər tələb edir. Belə bir mətn, cümlə təqdim olunursa, dələduz dövlətə bir neçə milyon məbləğində zərər verib. Bu cümlədə həm təhqir, həm böhtan faktı aşkarlamaq mümkündür. Müasir metodologiyada təhqir faktının aşkarlanması ilə bağlı söz qrupları müəyyən olunmuşdur. Bu söz qrupları nalayiq formanı əks etdirməklə dilin izahlı lüğətində və yaxud da əsas lüğətlərdə əks olunmayan leksimlərdir. Qruplar üzrə əgər leksik vahid ümumiləşmiş şəkildə işlənir, əsas lüğətlərdə, xüsusilə izahlı lüğətdə öz əksini tapırsa, nalayiq formada ifadə planına malik deyilsə, bu leksimlər təhqir faktı hesab oluna bilməz. Hətta bir çox metodoloji ədəbiyyatda bu tipli sözlər fərqli qruplarda birləşdirilir, təsnif olunur. Məsələn, cəmiyyət tərəfindən qınanan müəyyən məşğuliyyət adları, həmin qeyd olunan məşğuliyyət adlarının efemistik vahidlərlə ifadəsi, məsələn, yüngül əxlaqlı qadın, heyvan adlarının insana şamil edilərək konnotativ mənada işlədilməsi, məsələn, donuz, çaqqal kimi heyvan adlarının məcazi mənada insana aid edilərək işlədilməsi təhqir faktının aşkarlanması üçün material verir. Qeyd edək ki, söyüş səciyyəli leksimlərdə təhqir elementi kimi qeydə alınır.